Azərbaycanlı uşaqları əlil edən erməni həkim Aida Serobian. ...1990-cı illərdə Qarabağda müharibə zamanı erməni qadın və kişi döyüşçülər tibbi personal adı ilə Azərbaycanlı əsirlər üzərində sınaq təcrübəsi aparıblar. Həmin dırnaqarası həkimlər terrorçu dəstələrin üzvləri idilər. Onlardan biri də Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı polkovnik Aida Serobiandır. O, 1952-ci il dekabrın 15-də Gürcüstanda, Ozurgeti şəhərində anadan olub. 1990-cı ildən Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi bölməsinin tibb bacısı kimi fəaliyyətə başlayır. ...1992-ci il aprelin 14-də xüsusi həkim qruplarının tərkibində Qarabağa göndərildi. Tibb bacısı adı altında döyüşlərdə iştirak edib. Bir müddət sonra isə Serobian həmin qrupla birgə Hadrut'a gedib. 1992-94-cü illərdə Haterk dəstəsinin Artsaq xilas etmə xidmətində olub. Həmin xilas etmə xidmətləri əslində Azərbaycanlı əsir və girovları ələ keçirir, sonra isə Ermənistanda yerləşən amputasiya otaqlarına yollayırdılar. Bu xidmətlərin qapıları Qırmızı Xaç Komitəsi və insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar üçün bağlı idi. Azərbaycan torpaqlarının işğalında iştirak edən Aida Serobian Artsiv terror dəstəsinin tərkibində vuruşub və təxribatlarda iştirak edib. Xocavənd istiqamətində həm döyüşən, həm də sınaq təcrübələri aparan Aida Serobian Asala terrorçusu Monte Melkonyanın dəstəsində olub. İlk döyüşdən əsir və girov Azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə fərqlənib. Azərbaycan torpaqlarının işğalından sonra Ermənistana qayıdan Aida Serobian Azərbaycanlı uşaqların qətl və şikəst edilməsində iştirakına görə Ermənistan və separatçı rejim tərəfindən hərbi xidmətlərinə görə medalı ilə təltif edilib. Kəlbəcərli Gülcamal Quliyeva erməni girovluğunda dünyaya övlad gətirir və həmin oğlan uşağı həkim Serobiana tapşırılır. Övladını anasına verən zaman Aida Serobian deyir: "Sabahın əskərini sağ buraxa bilmərəm." Aidanın körpə Arzu Hacıyeva vurduğu naməlum tərkibli iynələr nəticəsində uşaq ömürlük şikəst qalıb və 2003-cü ildə vəfat edib. Erməni dövlətinin dəstəklədiyi və dövlət strukturlarında çalışan Aida Serobian 1998-ci ildə Qadın Döyüşçüləri Birliyini yaradıb. Hazırda həmin birliyə sədrlik edən terrorçu Serobian ötən illər ərzində erməni qadın terrorçular və həkimlər hazırlamaqla məşğuldur. Bu xidmətlərinə görə 2011-ci ildə Ser Sarkisyan tərəfindən igidliyə görə medalı ilə təltif edilib.